Okey, davam eləyək. After Effects-də mənim belə bir compositionum var. Burada composition nömrə 1, bunu düzəltmək ehtiyacınızdadırsa və bunun içində belə şəkillər var. İndi mən burada təzə fayl yaratmaq istəyirəm. Fayl new-nu seçirəm. Təzə proyekt yaradıram. Open eləsəm fayllardan seçirəm. Open recent eləsəm, burada ümumiyyətlə haçansı açılmış After Effects faylları, haçansı işlənmiş fayllar olacaq. Əgər hər hansı bir papkadan digər papkaya atmısınızsa, onda burada tapılmayacaq fayllarınız. Okey, keçirəm save bölməsinə. Biz save eləyəndə faylı, gəlin belə bir şey eləyim. Adını qoyum. Dərs ikinci dərsimizdə. Okey. Adını qoyuram composition nömrə 1 misal üçün. Ya da gəlin adını dəyişə 1-2-3 qoyaq. Faylı yaradıram. Və həmin faylı davayçı belə eləyək esk. Okey, fayl yarandı. Məsləhət görərdim ki, bunun içində də bir dənə papka yaradasınız. Elə save eləyəsiniz. Misal üçün A. İndi mən bu faylı bir dəfə də yaddaşa verirəm. File, save. Verirəm bura. 1, 2, 3. Ücə mən digər faylımı silə bilirəm. Bunu nə üçün eləyirəm? Burada papka yaratdım. Mənim After Effects biraz problemli proqramdır. Misal üçün, bura hər hansı bir işləri atıram. Cəb olsun yuxarıda. Misal üçün, Marvelous Designer. Nə bilim, digər tələbə işlərimin olsun, digər fənlərdən, digər kurslardan belə deyək. Misal üçün, ya da ki, bura hər hansı bir video atıram. İşləmək üçün, belə deyək. Daha olsun, hamısında yuxarıda. Bu fayl, ya da ki, digər fayllar həddən artıq çox yer tutanda, həddən artıq sayzı, razmeri həddən artıq böyük olanda, ola bilsin, crash verir bu. Crash nə deməkdir? Yəni, proqram bir də görürsünüz, tulluyur, hər hansı bir problem çıxarır. Bu problem onsuz da olacaq. Prosta sadəcə olaraq bu After Effects proqramı автosave eləyir və hər hansı bir, misal üçün də bir 10 addım qabağa işləmişsiniz, crash oldu, tulladı proqram. Onda bu save olaraq bu papkanın içində təzədən backup kimi fayllar, bir dənə papka yaradacaq, onun içində fayllar olacaq. Hələ ki, qalsın, harca 5 dəqiqəyə özü avtomatik olaraq backup faylları yaradacaq, onu da göstərərəm. Okey, fayl, yenə save hissəsinə yaxınlaşaq. Copy kimi saxlamaq olar. Save edəndə eyni faylın üzərinə save olunur. Bunu 1-2 üçün. Amma save as eləsəm, bunu yeni bir fayl kimi yaddaşa verə bilirəm. Amma bir dənə də versiyası var. Bu Ctrl-Alt-Shift-S-dir. Bu da nədir? Misal üçün, sizə hər hansı bir zakaz gəlib. İndi üstünə bastım. 1-2-4 oldu, fikir verdiniz adı. Sizə hər hansı bir zakaz gəlib. Həmin zakazı işləmişsiniz. Sadəcə olaraq deyiblər ki, filan dəyişikliklər olsun. Siz də əsas faylının içərisində işləmək istəmirsiniz. Onda bundan istifadə edirsiniz ki, save olunsun. İndi 1-2-4 adı basıram. 1-2-5 oldu. Və həmin fayllarım da mənim buradadır. Okey. Import heç, export heç bunlar haqqında danışmayacağım. Və keçirəm buna. Bu da nədir? Misal üçün, mənim buradakı, belə deyək, yəni buradan yığışdırım. Tutaq ki, bu faylım başqa papkadadır. Nə bilim, bu faylım əsas ekrandadır. Bu faylım tamam başqa yerdədir. H diskində və s. Girirəm bura, collect files eləyirəm, save eləyirəm. Bütün faylları, bəli, collect. Və seçirəm. Misal üçün, adını qoyuram, collect 1. Okey, nədir? Bu, həmin faylın içində collect papkası yaratdı. Və bütün burada istifadə olunmuş, belə deyək də, şəkilləri, videoları hamısını bir dənə papkaya yığdı ki, nəsə problem baş verəndə, itirəndə işi, buradan həmin faylları tapa bilim. Okey. Burada başqa nə lazımdır sizə bilmək üçün? Bunlar hələlik lazım deyil. Skriptləri pulsuz paylaşacağım o dərs yerinə çatandan sonra. Okey. Burada da mən elədiyim kimi eləyin. Bu seçilsin.
Digərləri olduğu kimi qala bilər. OK basıram. Hazır. Bu da nəyə görədir? Sürət işləməyə görə. Keçirəm edit bölməsinə. Edit bölməsində bunlar hələ ki bizə lazım deyil. Duplicate və s. və axır. Bizə purge lazımdır. Purge nədir? Misal üçün, bir dənə böyük bir proyekt işləmişsiniz ya da kiçik bir proyekt fərqi yoxdur. After Effects bunun file cache olaraq özündə saxlayır. Al cache var və memory cache var. Bunun üzərinə basıram. Heç nə işləməmişəm, sadəcə olaraq keçən dərsin videosunu çəkmişəm. 12 GB demək olar ki, yerimi zəbt eləyib, belə deyək. Bunun üstünə basıram və götürür təmizləyir mənim After Effects-imi. Bunu hər hansı bir proyektə başlamamışdan əvvəl eləsəz daha məsləhətli olar. Eyni cür də belə. Template-lər hələ tezdir. Preference. Generala girim. OK. Burada bilmək lazım olan şeylər. Bu nədir? Bu sadəcə olaraq biz mouse-la klaviatura ilə elementləri sağa sola çəkmək üçün olan addımların razmeridir. İndi 5-dir, 10 qoya bilərsiniz, 20, 30 və s. Bunlar olduğu kimi hələlik qalsın, bunlara dəymirik. Bizə lazım olan şeylərdən birisi budur. Bu da nədir? Misal üçün, bir Photoshopda işləyənlər bilər ki, müəyyən vaxtdan sonra diskdə olur. O diskin yerini dəyişirsiniz ki, rahat işləyə biləsiniz ya da SSD-yə ötürürsünüz və s. Bu da onun üçündür. Ümumiyyətlə, maksimum nə qədər yer tuta bilər diskdə və burada istəsəz şeyini dəyişə bilərsiniz. Amma temp papkasını mən tez-tez sildiyimə görə, təmizlədiyimə görə ehtiyac olmur. OK, autosave. Bayaq ki dedim, hər 5 dəqiqədən bir autosave eləyir. Əgər siz belə deyək də 5 dəqiqə həddən artıq çox iş görürsünüzsə, bunu azalda bilərsiniz ki, özü avtomatik olaraq yaddaşa versin. İndi bir dəqiqə baxaq, hələ ki yaddaşa verməyib. Bunu azaltsam, indi burada bayaq dediyim o belə deyək, crash olunmamışdan əvvəl fayllar yaradacaq ki, misal üçün falan addımdan sonra proqram tulladı, ona tədəldən daxil ola biləsiniz. Gəldi Memory and Performance. Burada göstər mənim RAM-ım nə qədərdir? 64-dür. Və nə qədərini istifadəyə icazə verirəm? 12. Mənim üçün OK-dir. İstəsəz çoxalda bilərsiniz. Belə After Effects-də çox böyük proyektlər işləmirəm. Yəni, işlədiyim olub, sadəcə hal-hazırda formatdan sonra işləməmişəm. Ona görə mənim bu kifayət edir. OK, bunlar olduğu kimi qalsın. Bunlar yenə skriptlərdir. Nə bilim, true break və s. Bunlar da olduğu kimi qalsın. Bunun gələcəkdə keçəcəyik. Qalan hər şey olduğu kimi qala bilər. 3D-yə məntiqini hələ tezdir. Amma bir 3-4 dərsə başlayacaq məntiqini. OK, basıram. Faylım hazır. İşləməyə. Və bir də burada misal üçün belə deyək. Burada bir dənə faylım var ki, bunu bura atmamışam. Ya da ki, gəlin belə eləyək. Bunların hamısını açım. Misal üçün, gəlin bu videonu silim. Bunu silim. Qalsın bu ikisi. Yəni, adları olanları eləyim. OK. Qalsın baltam və qalsın bu şəklim. Həmin bu dependencies bölməsində daxil oluram. Və bunu seçirəm. Reduce footage. OK basıram. Bu nədir? Mənim bu composition'da 2 dənə işlədiyim fayl var. Və burada həddən artıq çox fayl var idi. Sadəcə olaraq onları silir ki, save eləyəndə, render eləyəndə çox yer tutmasın. Keçək composition bölməsinə. New composition. Sadəcə olaraq təzə composition açır. Təzə fayl açmır, ondan qarışdırmayın. Və composition adını qoyub OK basırıq. Composition settings elə Ctrl-K, birinci dərsdə baş saldığım. Buradan 3D renderə də keçirmək olur. Bunu gələcəkdə keçəcəyik. Burada istədiyimiz şeyi dəyişirik. Composition'da OK. Bu lazım deyil. Trim composition to work area nədir? Misal üçün, mən məsələn iş işlədim. Əlim dəydi N hərfinə. N də nədir? Misal üçün, kompozisiyanın vaxtını azaltmaq üçün və s. bu tipdə şeylər. Sağ knopkanı vurup eyni şeydir. Trim, Composition Work Area ya da ki elə buradan
Bunu basıram, bütün vaxtıma kimi qaytarır əvvəlki vəziyyətinə. Okey, bu nədir? Bu Adobe Media'ya atır ki, render eləsin, amma buna ehtiyac yoxdur. Çünki biz bundan istifadə edəcəyik Ctrl+M vasitəsilə. Bu da nədir? Eləyib bitirəndən sonra animasiyamızı yer seçirəm, MP4 faylı seçirəm. Ya da ki, buradan output eləmək olur. Yəni, composition name və s. Bəlaxır. Çox şey dəyişmək olur burada. Və renderi basıram ki, render olunsun və mənə hazır MP4 video faylı kimi versin. Okey, bir də bizdə qaldı bu. Hələ başqa hələ ki lazım deyil. Bu nədir? Misal üçün, mənim səhnəm var. Gəl bunu silək. Tutaq ki, istəyirəm composition'ımı bu razmer boyda eləyim. Bunun üstünə basıram və seçirəm. Seçəndən sonra sadəcə olaraq girib bunu seçmək lazımdır ki, ümumiyyətlə kompozisiyamın ölçüsü seçdiyim size formatında olsun. Tutaq ki, misal üçün, falan kadrda nəsə bir animasiya baş verir. Mənə lazımdır bu animasiyanın frame'ini götürüm. Misal üçün, də falan kadr mənim xoşuma gəldi, bəyəndim. Kompozisiya bölməsindən bunu seçirəm, save frame. Save eləyəndə seçmək olur. Photoshop layer'ı kimi də eləyə bilərsiniz. Nə bilim, PNG, JPEG və s. fayl formatlarında. Bizə lazımdır başqa nə? Bu da nədir? Hotkey tabbed. Bu da nə üçündür? Tutaq ki, bir dənə kompozisiyamın içərisində digər bir kompozisiyam var. Kompozisiya aralarında keçid eləmək üçündür. Yəni, belə eləyə görsəniz. Misal üçün, bu birinci kompozisiyadır, ikinci kompozisiyadır. Bu da daha sürətli işləmək üçündür ki, bir-bir girib onun üstünə klikləməyəsiniz və yaxud da buradan girib seçməyəsiniz. Buradan tabı vasitəsilə avtomatik sürətli işləmək üçündür.